Yəni hər bir danışıq birincili şəkildə loqopedik masaj, loqopedik dəstək, bunu alma de, bunu belə deyə, heyva de deyərək nitqi yarada bilərikmi? Xeyr. Birbaşa Əlbəttə xeyr. ki, xeyr. Çünki loqopedik masaj sırf uşağın nitqinə dəstək ola bilər. Nə barədə dəstək ola bilər, onu da açıqlamasını verim. Məsələn, əgər bir uşağın dili yuxarı qalxmırsa, sağa sola etmirsə, bəli, burada hansısa səslərin düzgün tələffüz olunmasında, hansısa səsin qoyulmasında, bəli, artikulyasiya aparatının rolu böyükdür. Amma bir valideyn ki, və bu yaxınlarda çox məni məyus edəcək bir valideynim var idi və uşaq avtizm spektr əlamətidir. Hal-hazırda bu uşaq psixoloqa getmir, sadəcə loqoped, duyu, idman bunlarla çalışır və valideyn təkidlə deyir ki, biz loqopedik masajı aparmaq istəyirik və uşağımın nitqi açılsın deyə. Və mən valideyni dəfələrlə başa salsam ki, uşağın nitqinin açılması üçün loqopedik masaj önəmli deyil. Bu uşağa psixoloq biz dediyimiz üsullarla getsəz, bəli, əlbəttə ki, əlimizdən gələni kompleks şəkildə etsək, bu uşaq üçün nələrsə edə bilərik. Amma loqopedik masaj əlbəttə ki, nitqin açılmasında böyük rol oynayır, amma o deyil. Çünki mən də təcrübəmə əsaslanaraq, eləcə də bizi dinləyən bizim digər məsləkdaşlarımız da təsdiqləyər. Çünki hər birimizin bir amalı var. İnsanların psixi sağlamlığı, nitq sağlamlığı və biz bu sahədə əgər etik normalara və elmi faktlara yiyələnərək çalışırıqsa, təbii ki, bizim öncəliyimiz insanların şəfalanması, amma elmə əsaslanan, konkret faktlara əsaslanaraq çalışmadır.